Alman dilində wie geht's dir? Sən necəsən deməkdir. Yazılışın komment bölməsində yazacağam. Cavab olaraq da yaxşıyam, çox sağ ol deyəcəksiniz. Mir geht es gut. Danke. Gəlin başlayaq. Bugünkü dərsimiz feillərin şəxsə görə dəyişimi ilə əlaqəlidir. Ümumiyyətlə feillər alman dilində cümlələrin əsasını təşkil edir. Yəni feil olmayan bir cümlə təsəvvür etmemiz mümkün deyil. Ona görə də feilləri xüsusilə çox yaxşı öyrənməlisiniz. Hərəkət bildirən sözlər şəxslərə görə dəyişir. Yəni Azərbaycan dilində və digər başqa dillərdə də bu belədir. Məsələn deyirəm ki, mən gəlirəm. Sona görün əm gəlir. Sən gəlirsən, sən, o gəlir, heç nə əlavə olunmadı. Biz gəlirik, ik, siz gəlirsiniz, siz, siz ya da sınız, belə bu formalarda sonluqlar bildirən şəkilçilər gəlir. Bunlar bizim dildə bu şəxs sonluqları adlanır. Ancaq alman dilində tam da şəxs sonluğu deyil, şəxslərə görə feillərin dəyişimidir. Yəni sonları əlavə edirik, şəxslərə görə də uyğunlaşdırırıq. Burada əvvəlcə xüsusi qaydalarımız var. Bunları keçək, sonra feillər şəxsə görə necə dəyişir, onlara baxacağıq. Feil hərəkət bildirən ifadələrə deyilir. Yəni gəlmək, getmək, yemək, içmək, yatmaq, durmaq, bunun kimi. Feillərin sonu şəxsə görə dəyişir. Məsələn, mən şəxsində hərəkətin sonuna gələcək, sən şəxsində hərəkətin sonuna st əlavə olunacaq. Yəni bu hər şəxsin özünün sonluğu var. Onları öyrəndikdən sonra istənilən hərəkət bildirən sözü şəxsə görə dəyişə bilirik. Bütün feillərin sonu en hissəsi ilə bitir. Bu en hissəsi nədir? Yəni Azərbaycan dilində olan məsdər şəkilçisinin göstəricisidir. En. Kommen, gehen, arbeiten, lesen, hören, sprechen. Hamısının sonu enlərlə bitir. Feillərin çoxusu bu sağda göstərdiyim cədvəl əsasında dəyişir. Sadəcə bəzi feillər var ki, onlar ikinci və üçüncü şəxslərdə, yəni sən və o şəxslərində biraz daha kökdən dəyişir. Onlar da çoxluq təşkil eləmir. Sadəcə hər feili, yəni hərəkət bildirən sözü öyrənəndə ilk öncə onun şəxsə görə necə dəyişdiyini öyrənməliyik. Ondan sonra artıq, yəni 2-3 dəfədən sonra daha yaxşı yadınızda qalır. Və bunların kökdən dəyişənlərin xüsusi bir standart qaydası yoxdur. Ona görə də biz xüsusilə nəsə deyə bilmirik. Sadəcə, yenə deyirəm, hər feili şəxsə görə necə dəyişir, onu əvvəlcədən baxıb öyrənməliyik. Sadəcə nə zaman feillər şəxsə görə dəyişmir cümlə daxilində adi halda istifadə olunur? Modal feillər istifadə olunduqda. Düzdür, biz hələ modal feilləri keçməmişik, ancaq indidən deyək ki, yadınızda qalsın. 6 modal feilimiz var. Məsələn, können, müssen, sollen, wollen və s. Bunlardan biri istifadə olunduqda hərəkət bildirən ifadələr şəxsə görə dəyişmir. Eyni olduğu kimi istifadə olunur. Gəlin indi başlayaq artıq nümunələrin üstündə feilləri şəxsə görə dəyişməyə. Bizə burada nə etmək lazımdır? Bayaq qeyd etdik ki, hərəkət bildirən sözlərin hamısının axırında en hissəciyi var. Bu en məq bildirir. Yəni orada bir hissəcidir. Sözə xüsusi bir anlam qatmır. Sözün əsası geridə qalan hissədir. Həmin biz sözün sonunda olan eni silirik, yerinə şəxslərə görə hissəciklər artırırıq. Yəni, gəlin elə nümunədən baxaq. Kommen gəlmək deməkdir. Və onu da qeyd eləyək ki, bütün feillərin axırı n-dən bitir axı. O n-ləri biz ın kimi oxuyuruq. Kommen yox, kommen oxumalıyıq. Oradan n hissəsini silirik. Görürsünüz, mötərizə daxilində yazmışam orada. Yəni, o bizə orada lazımdır. Onu götürürük, geriyə qalır kom. Kom sözün əsasını təşkil edir. Həmin bu kom hissəsinə biz şəxslərə görə sonluqlar artırırıq. Mən şəxsində gəlir, yəni ikdə. Ich komme. Artıq kommen deyil. Eni sildim, yerinə gətirdim. Du kommst.
E-ni silindi, yerinə s-t gəldi. E-ya, z, s və i-ya şəxslərində hərəkətin sonuna t gəlir. Yəni kökdən silirik, eni yerinə t əlavə edirik. E-ya kommt, z kommt, s kommt, i-ya kommt. Ancaq vi-ya, z və mədəni formada olan z şəxsində isə hərəkət dəyişmir, olduğu kimi istifadə olunur. Yəni, şəxsə görə dəyişim çoxluq mənası bildirən ifadələrdə dəyişmir və biz şəxslərdə sadəcə vi-ya, z-dən istifadə etmirik. Onun yerinə başqa, məsələn, adam mənası bildirən sözlər ola bilər. Məsələn, Əli və Kənan gəlirlər, mən demək istəyirəm. Ali und Kanan kommen. Mən orada kommen deyəcəm. Niyə? Çünki iki adam adından istifadə edirəm. Adam adları təklikdə o şəxsini göstərir. Bəli. Amma cümlədə 2 nəfər var. Ona görə də biz onu çoxluq kimi qəbul edirik. Yəni, hərəkət bildirən ifadələr çoxluq mənası bildirdikdə olduğu kimi qalır. Mən, sən şəxslərində xüsusi sonluqlarımız var. Məndə e gəlir, səndə s-t gəlir. O şəxslərində və i-ya şəxsində sona t əlavə olunur. Neynədik? Sözü kökündən ayırırıq, yəni sonluqdan ayırırıq. Kökə işdə e, duda s-t, e-ya, z, s-də t, vi-ya-da n, i-ya-da t, z şəxslərində isə n əlavə edirik. Yəni, olduğu kimi qalır. Ich komme, du kommst, er kommt, sie kommt, es kommt, ihr kommt, wir kommen, sie kommen, sie kommen. Siz də videonu saxlayın, məndən sonra yenidən özünüz də özündən oxuyaraq təkrarlayın, öz qeydlərinizi götürün. Və artıq onu da qeyd edeyim ki, bu bir cümlədir. Mən gəlirəm, sən gəlirsən, o gəlir, biz gəlirik. Yəni, kiçik də olsa, bu artıq bir cümlədir. Davam edək başqa hərəkət bildirən sözlərə baxaq, görək onlar necə dəyişib. Trinken, içmək deməkdir. Ich trinke, du trinkst, er trinkt, sie trinkt, es trinkt, ihr trinkt, wir trinken, sie trinken, sie trinken. Gördüyünüz kimi, trinken sözündə də sonumuz bizim nədir? N-dir. Mən oradan N-i silirəm, yerinə E əlavə edirəm. Du şəxsində N-i sildim, yerinə s-t yazdım. O şəxslərində və i-ya şəxsində sona t artırıram. Yəni, onu yadda saxlayın ki, mütləq formada biz feilin, yəni hərəkət bildirən sözün sonunda gələn n hissəsini silməliyik. Onu silirik, yerinə şəxslərə görə olan sonluqları artırırıq. Çoxluq mənası bildirən şəxslərdə də sonluq dəyişmir, eyni ilə qalır. Trinken içmək deməkdir. Mən içirəm, sən içirsən, o içir, siz içirsiniz, biz içirik, onlar içirlər və mədəni formada olan siz şəxsinə deyirik ki, siz içirsiniz. İndi digər sözə baxırıq. Hören, eşitmək, dinləmək, qulaq asmaq belə mənaları verir. Yenə sondan eni silirəm. Ich höre, du hörst, er hört, sie hört, es hört, ihr hört, wir hören, sie hören, sie hören. Burada da sonlara eyni qaydada e, s, t ya da t ya da n əlavə etdik. Hamısını bir də təzədən oxuyuram. Ich trinke, du trinkst, er trinkt, sie trinkt, es trinkt, ihr trinkt, wir trinken, sie trinken, sie trinken. Hören, ich höre, du hörst, er hört, sie hört, es hört, ihr hört, wir hören, sie hören, sie hören. Davam edək, digər hərəkət bildirən sözlərimizə baxaq. Burada artıq biraz fərqlilik var. Biz dedik ki, sözün sonunda n olur, onu silirik və sonluqlar artırırıq. Sadəcə bəzi hərəkət bildirən ifadələrdə var ki, əvvəldə dediyim kimi onlar
kökündən biraz dəyişir. Xüsusilə də ikinci və üçüncü şəxslərdə. Onlardan da biri essen feilidir, yəni yemək, yemək. Ich esse, du isst. Baxın, orada e hərfi var. Dilinin daxilində i hərfi yoxdur, amma sən o şəxslərində sözün kökündə i yazılıb. Çünki bu kökündən dəyişimi göstərir. Yəni biz bu feili əvvəlcədən belə formada öyrənməliyik. Ondan sonra yəni rahat yadınızda qalır və istənilən zaman istifadə edə bilirsiniz. Amma digər şəxslərdə görürsünüz olduğu kimi qalıb. Yəni kökündən dəyişim sadəcə ikinci və üçüncü şəxsə aiddir. Yəni du, yazı, es şəxslərinə aiddir. Ich esse, du isst, ist, sie isst, es isst, ihr esst, wir essen, sie essen, sie essen. Yemək, yemək deməkdir. Keçirik indi digərinə. Bu da kökündən dəyişən feillərimizdəndir. Sprechen, danışmaq deməkdir. Ich spreche, burada diqqətli oluruq. Du sprichst. Er spricht. Sie spricht. Es spricht. Ihr sprecht. Wir sprechen. Sie sprechen. Sie sprechen. Gördüyünüz kimi burada da e hərfi i-yə keçib, sən və o şəxslərində bu baş verir. Mən danışıram, sən danışırsan, o danışır, siz danışırsınız, biz danışırıq, onlar danışırlar, siz danışırsınız. Bu formada da şəxslərə görə tərcümə edirik. Davam edək digər feillərimizə baxaq. Heißen adlanmaq deməkdir. Ich heiße, du heißt, er heißt, sie heißt, es heißt, ihr heißt, wir heißen, sie heißen, sie heißen. Burada bu b-ya oxşayan hərfin adı SZ-dir və iki s səsini verir. Yəni sözün özü s səsini verir. Yəni hərfin özündən s səsi gəlir. Buna görə də biz bura, məsələn, sən şəxsində əlavə s-tı artırmırıq. Çünki du-da demişdik axı sona s-tı gəlir. Amma burada görürsünüz s yoxdur. Niyə? Çünki sözün özünün kökündə artıq s hərfi var. Ona görə də biz bura, yəni du şəxsində əlavə bir dənə də s artırmırıq. S artırsaq onda du heißt belə olacaqdır. Yəni iki dənə s-sı arxa-arxaya gələcək. Hətta demək belə çətindir. Ona görə də orada s yoxdur. Bu da artıq kökündən dəyişimi göstərir. Səbəbi də sözün öz daxilində həmin s səsini verən hərf olduğu üçündür. Digər şəxslərdə də eynilik təşkil edir. Çünki hamısının sonuna biz nə edirik? Eni silirik, t artırırıq. Er heißt, sie heißt, es heißt, ihr heißt. Olduğu kimi hamısı eyni formada davam edir. 4 dənə şəxsimiz. Cəmdə olanlarda eyni qalır. Bu feilin mənası adlanmaqdır. Yəni bir şeyin adını demək üçün heißen feilindən istifadə edə bilərik. Məsələn, demək istəyirəm ki, mən Selcanam. Mənim adım Selcandır. Ich heiße Selcan. Ya da sən Kənansan. Du heißt Kenan. Belə bu formada cümlələrimizi qura bilirik. Arbeiten işləmək deməkdir. Burada da sözün kökündə eni silirik. Sadəcə üçüncü şəxsdə ora əlavə bir dənə də e artırırıq. Əslində demişdik ki, üçüncü şəxsdə sadəcə t gəlir. En silinir, t gəlir. Amma burada da sözün özünün daxilində o en silinəndən sonraki qalan hissədə t olduğu üçün biz ora üçüncü şəxsə bir dənə də əlavə t artırmalıyıq. İndi mən və sən şəxsləri ilə baxaq. Ich arbeite, du arbeitest, er arbeitet, sie arbeitet, es arbeitet, ihr arbeitet. Yenə deyirəm, axırdan eni silirik. Olmalıydı arbeit, tıt. Amma bir tıtı arxa-arxaya gələcəkdir də. Amma tıtıt belə demək yaxşı olmadığı üçün biz ora özümüzdən bir e hərfini artırırıq. Əlavə olaraq. Olur arbeitet.
Cəmdə olanda da eyni formada saxlayırıq. Wir arbeiten, Sie arbeiten, Sie arbeiten. Mən adlanıram, sən adlanırsan, o adlanır, biz adlanırıq, siz adlanırsınız, onlar adlanırlar. Gəlin indi cümlə daxilində də həmin bu hərəkət bildirən ifadələrimizə baxaq. Ich trinke eine Tasse Kaffee. Mən bir çaşka qəhvə içirəm. Mən şəxsinə görə oldu trinke. İndi digərinə baxaq. Sie trinken eine Tasse Kaffee. Onlar bir çaşka qəhvə içirlər. Sie şəxsi olduğu üçün, onlar mənasını verdiyi üçün trinken istifadə edirəm. Olduğu kimi saxlayıram. Mein Vater arbeitet im Krankenhaus. Mənim atam xəstəxanada çalışır. Arbeitet. Üçüncü şəxsdir, yəni bir şəxsi ifadə edir. Ona görə də sona t əlavə etdik. Du arbeitest im Krankenhaus. Sən xəstəxanada çalışırsan. Sən şəxs olduğu üçün də axıra st əlavə etdik. Er spricht auf Deutsch. O Almanca danışır. Wir, burada wir olmalıydı. Üzürlü sayını vi kimi yazılıb. Onu düzəldərsiniz siz də özünüzdə. W-I-R formasında. Wir sprechen auf Deutsch. Biz Almanca danışırıq. Biz şəxsi çoxluğu ifadə etdiyinə görə feil olduğu kimi qalıb. Sprechen. Ein kleines Kind isst einen Apfel. Bir balaca uşaq bir alma yeyir. Uşaq təkdədir, bir adamı göstərir. Ona görə də ist oldu. Ein kleines Kind möchte einen Apfel essen. Burada görürsünüz, yenə də bir uşaqdan söhbət gedir, amma hərəkətimiz essen olaraq qalıb. Niyə qalıb? Çünki bu cümlədə modal feil var. Möchte modal feildir və modal feillər işləndikdə hərəkət bildirən ifadələr şəxsə görə dəyişmiş. Ona görə də essen olduğu kimi qalıb. Amma təkdə sadəcə feil varsa və üçüncü şəxs işlədiriksə, yəni o şəxs işlədiriksə, o zaman hərəkət bildirən ifadə şəxsə görə dəyişib işlənməlidir. İndi neçə hərəkət bildirən ifadə verim, onları da komment bölməsində yazıb şəxslərə görə uyğunlaşdırarsınız. Bu feillərimiz belədir. Gehen getmək, machen etmək, schreiben yazmaq, denken düşünmək, tanzen rəqs etmək, malen rəsm çəkmək. Həm özünüz üçün məşq etmiş olarsınız, həm də kommentlərdə yazsaz, mən də sizin yanlış və ya doğru yazdığınızı yoxlaya bilərəm. Sağ olun, özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək. Tschüss, auf Wiedersehen.